Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Bugün 39 yaşım olma münasibəti ilə bayaqdan səhər tezdən hamı yazır. Hamıya təşəkkürümü bildirirəm. Allah sizdən razı olsun. Nə yaxşı ki varsınız. Bugün bilirsiniz ki neçə gündür, artıq bu 4-cü gündür. Atam işemik insult keçirtmişdi. Biraz ehtiyatlı olun dostlar bu aralar. Valideynlərinizə də fikir verin. Ümumiyyətlə stresli ortamdan maksimum uzaq durmağa çalışın. O Keanu Reeves'un məşhur bir sözü var, deyir ki, elə bir dönəmdəyəm ki, həyatımın elə bir dönəmindəyəm ki, Keanu Reeves bilirsiniz, dünyada ən çox sevilən insanlardan biridir. Necə ki, Elon Musk dünyada ən çox nifrət olunan 3 insandan biridir. Görürsünüz, Miri demiş, it kimi pulu var, it yerinə qoyan yoxdur. Amma Keanu Reeves'un belə bir sözü var ki, elə bir dönəmdəyəm ki, 2 üstə gəl 2, 5-ə bərabərdir desələr mən razılaşacağam. Valla çox əslində bəsit, amma çox mənalı sözlərdir. Məsələn, həkim deyir ki, ən pis variantlardan biridir, amma ən pis variantlardan ən yaxşısıdır. Çünki beyninə qan sızmayıb. Deməli, nitq qabiliyyətini pozub və danışığın başa düşmək olmur, amma yəni, nə haldayam, bir Allah bilir. Bu soxa-soxda siz də mən bağışlayın, nə kupon yada düşür, nə bilim başqa şey yada düşür. İşimi gücümü atıb ancaq onunla məşğul oluram. Atamın öz işi var, onun işində atam sürücüdür, onun da işini mən görməyə çalışıram. Belə dostlar. Buna baxmayaraq, sizin mesajlarınızla oyanmaq, gözəl mesajlarınızla oyanmaq çox xoşdur. Allah sizdən razı olsun, minnətdaram, diqqət ayırmısınız, vaxt ayırmısınız. Allah sizdən razı olsun. Ad günü demişkən, ad günü münasibəti ilə, bax, ekranda görürsünüz, belə bir izləyicimizin həyat yoldaşı bu işlərlə məşğuldur evində. Çatdırılmaları da var. Görürsünüz, Beşiktaş kupon hamısını bir yerdə belə simvolik bir tort hədiyyə edib mənə. Göndəriblər, ağızları şirin olsun. Və həqiqətən möhtəşəm əl işləri var. Sifariş vermək istəsəz buyura bilərsiniz. Ekranında nömrələri görürsünüz. Yazın bir kənara, həyat yoldaşlarınıza, bacılarınıza, analarınıza verə bilərsiniz ki, məsələn, yeməklər də hazırlayırlar, evlərə çatdırılma var. Danışa bilərsiniz. Da zəng gelib ora kupon falan istəməyin. Qadındır, bu işlərlə məşğuldur. Buyura bilərsiniz. Yəni kupon adından müraciət edib belə deyək də endirim də əldə edə bilərsiniz. Bu reklam deyil, sayanın quluyuq, belə bir hədiyyə göndərib. Bu az iş deyil, bu əziyyətli bir işdir. Ona görə dedim bir təşəkkürümü buradan bildirim. Bəlkə o da kəsinti olaraq kəsdi, paylaşdı öz səhifəsində. Yəni ona da rahat olar, ona görə bunu buradan elədim. Belə dostlar, uğurlar hamıya, başladıq sürətli şəkildə. Çalışacağım futboldan, metrikadan və əmsallardan təbii ki danışaq. City Crystal Palace oynayır. Bu komandaların adını eşidəndə mənim avtomatik olaraq ağlıma bir şey gəlir ki, ən çox gol ikinci hissə. Bilmirəm City hansı beyinlə oyuna çıxacaq, amma Crystal Palace həmişə bir beyinlə çıxır oyuna ki, sancım qapanım bu cür oyunlarda. Boşluqlardan da maksimum istifadə etməyə çalışacaqlar. Eberechi, Eze və 29 tikiş qoyulmuş Mateta möhtəşəm qayıdış elədi. Statda vurmuşdu özdə. Əla formada olduğunu hələ də göstərdi. Ən çox gol ikinci time ağlınıza batırsa, belə tam canlılıq bir oyundur məncə. Çünki burada metrika tərəfindən də maraqlı şeylər var. Bu arada saytımızın da linki aşağıdadır, VIP qrupunun da linki aşağıdadır və Telegramın da linki aşağıdadır. Sayta bundan sonra başlayacağım. Birinci bunu tez montaj edib yerləşdirəcəm YouTube'umuza, sonra saytla başlayacağım məşğul olmaq. Amma bunu belə bir metrika görmüşdüm ki, səhv etmirəmsə 22 qoldan 16-sı yox, əksəriyyəti səfərdə Crystal Palace tərəfindən ikinci hissədə gəlib. Məsələn, riskli Crystal Palace'ın özü ən çox gol ikinci time'da oynamaq olar, amma məncə tipik ən çox gol ikinci time oyunudur. Ağlınıza batırsa belə ekstra bir şərh olsun. Sociedad Mallorca oyununda sadəcə bir data verəcəm sizə, metrika verəcəm daha doğrusu. Sociedad bu mövsüm, indi bilmirəm bugün necə oynayacaq, 16:00-da da oyun. Sociedad bu mövsüm, mən keçən dəfə də sizə demişdim ki, Sociedad oyanıb, ayılıb oynamaq istəyir və zədəlləri də çox idi. Hücum xəttində sizə izah eləmişdim, hansı oyun idi, ideal şəkildə gol gəlmişdi. Oyun hətta 4-5 üstə olmuş səhv etməsə, 3-5 üst. Təklimiz idi də, 2-dən yuxarı əmsal idi. Sociedad Mallorca ilə oynayır və belə bir şey var ki, Sociedad bu mövsüm evində 15 ev oyunundan 12-sində birinci hissədə gol buraxmayıb. Bunu da sanki ən çox gol ikinci hissəyə yozmaq olar. Bilmirəm, amma məncə burada başqa bir şey gördüm. Yaxşı da əmsalı var, inşallah təsləməliyik. 1.43 əmsaldır. Sociedad hər hansı bir hissəni qazanar. Bu rəqiblə sənin hücum potensialını nəzərə alaraq evdə San Sebastian Reale Arenada sən bunu eləməlisən. Ən çox gol ev sahibi hər hansı bir hissəni qazanar. 1.43 əmsaldır. Baxdım, yaxşı əmsaldır. Götürmək olar. Venetia Monza. Bugün 2 piramid oyunumuz var. Keçən dəfədən sizə izah edirəm bunu. Venetia birinci oyundur. Bilmirəm, Venetia 11 oyundur time'da gol buraxmır. Dostlar, bunun dəhşətli əmsalları var. Hər dəfə gol buraxmadıqca əmsal qalxır.
Monza time'da vurarsa, fantastik bir əmsal götürə bilərsiniz. Çünki Monza'nın da kimliyini nəzərə alsaq, hə, oyunla bağlı düşüncəm nədir? Biraz Monza'da belə deyək də, valla mən Venesiyanın oyunlarını izləyirəm. Venesiya bütün oyunlara eyni beyinlə çıxır. Məncə Venesiya udacaq oyunu. Amma bu ekstra şərtdir, qorxuram, ehtiyat edirəm biraz. Piramidanın oyunlarından biri olsun, Monza birinci time'da vurar. Piramidanın qaydası biz nədir? Məsələn, biz bir ara dostumuzdan piramida gedirdik. Bu dəfə 10 vurdun, gələn dəfə 2-yə vurursan, 20, sonra gəlmədi 40, 80, 2-yə vura-vura gedirsən də. İstəsəz bunu oynaya bilərsiniz, bunu çox adam oynayır. Amma burada belə bir şey var. Biz bir dəfə time 2 oyun bir ara oynayırdıq, Rangers'a oynayırdıq. Dostum dedi ki, abi bu nəsə oxşamır ya ona, amma dedim qardaş qayda var da oynamalısan. Bax belə bir şeydir. Ağlınıza batmırsa oynamayın, heç kim sizə şey eləməyəcək. Time'da qolu güdün ümumiyyətlə. İndi baxdım 1.25 təmsalı mislidən, deməli bu o deməkdir ki, topazda ən azı 1.40-dır. Belə şeylərdə topaz daha üstündür. Baxın, ağlınıza batırsa birinci hissədə qolu ortalığa ata bilərsiniz. Nə qədər vurmayacaq, nə qədər olar? 11 oyun nə qədər davam edəcək? İkinci oyunda artıq başa düşdünüz, hansı oyundur? Bir həftə bundan qabaq atmışdım, amma ona gələcək hələ ki. München Gladbach Freiburg oyununda bir dəli bir şey yoxlayacağam. Qırmızı kart olar. 5-22 əmsal. Xaricdə oynayanlara bir dənə tövsiyə edəcəm. Oynaya bilirlərsə, bizi xaricdən çox adam izləyir. O həmvətənlərimiz təbii ki, türklər də izləyir. Belə bir şey oynamaq olar. İlk sarı kartı Freiburg alar. Görək gələcəyimi bu. Amma oyunda qırmızı kartı sıxacam. 5-22 əmsaldır. Bayer Leverkusen Union Berlin. Burada 2-5 üstü ortalığa atacam. Amma necə 2-5 üst onu izah eləməyə çalışacağam. Hesab gözləntiləri 3-1 və yaxud da ki 3-2. Burada metrika da maraqlıdır. Məsələn, bu çıxan hesabları gördüyünüzdə 3-1, 3-2. Burada metrika da maraqlıdır. Leverkusen, fikir vermişsinizsə, axır oyunlarda 80-dən sonra dəhşət çox gol vurur, dostlar. Bilmirəm, 2-dən 1 olarmı yoxsa yox, mən belə metrikalar çıxanda adətən oynayıram 2-dən 1 falan. Ağlınıza batırsa, indi bunun sənətkarları var da, mən bilirsinizsə, belə şeylərdə mən kriteriyalarımı hər dəfə sizə demişəm ki, hansı əmsallar üst-üstə düşəndə mən oynayıram. Yəni, özləri bu əmsallarla elə oynayıbsa, okey. İndi burada elə şey yoxdur da. Amma bir bol qollu qarşılaşma bizi gözləyir və məncə, mən Leverkusenə bilirsiniz güvənmirəm. Hətta keçən ildən Qarabağla oyunda belə bu komandanı daşıdılar. Anthony Taylor daşıdı bu komandanı növbəti tura, deməli, Bay Arenada. İndi sözümü nəyə gətirir? Mən heç keçən dəfə də paylaşmışdım da ki, adım, yəni, əlimi Qurana basacaq qədər əminəm ki, keçən il bunları kontor çempion elədi. Çox oyunlarda dəstək oldular. İndi mən bu komandaya güvənmirəm. Ataq ortalığa kim vurur vursun. Hə, çıxan hesablara əsasən necə çıx ortalamaq lazımdır, siz məndən yaxşı bilirsiniz. Belə, canlı ssenarisində sizə dedim. Bochum-Augsburg oyununda isə çox maraqlı bir şey var. Burada Augsburg-Freiburg oyunun əmsallarıdır. O oyunda, bilmirəm də, indi 1-2 dənə də belə oyun olsaydı yaxşı olardı. Xəbərdarlıq oyununda cins oyundur zaten. Kim bu qədər oyunun içində gedib oyuna girər də. Oynamayın abi. Çünki bu oyun yox qol alt bitə bilər. Bu dərəcədə. Yəni çox aşağıda. Bilmirəm, patlasa da mənlik deyil. Yəni bu çıxıbsa mən qorxuram, oynamıram. Heidenheim Mainz oyununda isə qol-qolumu götürüb çəkiləcəm qırağa. Məncə Mainz davam eləyə bilər Hoffenheimin ev oyunundan dolayı. Amma Hoffenheimin oyununda ciddi dəyişikliklər var dostlar. Düzdür, Leipziglə oyunda açılışdı. Çünki Leipzig açdı oyunu. Necə lazımdı açdı. Öz kimliyinə döndü. Bugün hansı beyndən oynayacaq bilmirəm. Məncə bu oyun 1-1 ən azı var bu oyunda. Sonra ikisindən biri davam edib oyun bitə də bilər. Ağlınıza batırsın. Brighton-Leicester. Burada da bayaq ki o dediyim piramida məsələsi. Neçə oyunda Leicester qol vurmur, siz məndən yaxşı bilirsiniz. Yəni ayıb deyə vurmalısan. Bəlkə də elə bu 2-dən 1 oldu bu oyun. Bəlkə də. Belə oxşadıram biraz. Çünki evin əmsalına baxın, 1.20 falan necə açıblar. Qonağın bir topu 1.78-dir. 1 plus qol-qol. Yəni bu Leicesterə də uduzmazsan da Brighton. Vallah o oyunla bağlı mən araşdırmalara başlanmasın. Məsələn, bir yetkim olsa İngiltərə Futbol Federasiyasında deyərəm, oyunu araşdırın. Kim oyuna nə qədər pul atıb? Leicester niyə xal itirdi oyunda? Brighton niyə xal itirdi oyunda? Yəni bu Leicester'ı döyməlisən, öldürməlisən meydanında. Amma piramidanı da işin içinə qoyuram, bu Leicester neçə oyunda qol vurmur. 1 plus qol-qol 2.86 əmsal. Raket seçimimiz bu olsun. Southampton Aston Villa. Burada da belə bir şey var. Burada da deyə bilərdim əslində ki, bu Aston Villa çıxar, bu Southamptonu öldürər. Düzdürmü? Mənlə razılaşarsınız yəqin ki. Amma bir şey var. Cüzi də olsa Aston Villa'nın PSG ilə oyunda şansları var da, düzdür? İndi bu riyazi hesablama deyil axı. 2-0 oyunu apardın, dartdın ekstra time-a, Emiliano Martinez kimi bir qapıçın var. Məsələn də ssenarilərdən biri bu. Təhlükəli inanılmazdır təbii ki. Bu Liverpoolu PSG öldürdü Merseyside-da və s. hamısını başa düşürəm. Amma Emery kubok məşqçisidir. Bunu hamımız yaxşı bilirik. Top klublarda oynamağı sevir.
Burada metrika üzərindən getməyə çalışacağam və Aston Villa'nın qələbəsinə oynamayacağam. Hə, Aston Villa o beyindən çıxsa ki, abi bizə buradan 3 xalımızı götürək. Onsuz da PSG oyunu bitirib də demək olar ki, hə o başqa məsələ. Amma evdə ikinci hissədə ən çox gol buraxan komanda Southampton'da Premier Liqada. Aston Villa'nın özü ən çox gol, ikinci hissə 2-23 əmsaldır. Sistem kuponunu ata bilərsiniz. Amma Aston Villa bu Southampton'a 2 top vurmursa, o bayaq ki o yetkim olsa, çağıraram, sorğulayaram. Onlar da deyər ki, abi PSG ilə oyuna hazırlaşırdıq, bir kontrol ilə oyunumuz oldu. Hə deyərəm yaxşı başım burax. Amma normalda bu Southampton'a, bu mal Southampton'a şey də göndərdilər, Yuriçi də göndərdilər. Abi bir zəhmətlə 2-cə dənə, çox demirəm. Leicester daha yaxşı qapanır, nəinki Southampton. Hətta mən burada Southampton'a qol gözləyirəm deyə Aston Villa'nın 2 topuna gedərəm. Belə. Fortuna Sittard Feyenoord oyununda da dostlar, belə bir şey var. Deməli, bu Nakpreda Feyenoord oyununun əmsallarıdır. Sittardın oyunları da belə bir şeydir. Məncə corner oyunu olar burada. Amma burada Sittardla Feyenoordun oyununda 100% 9.5-dan açıblar. 9.5-da belə minnətlə açıblar da, 1.37 ilə zadla. Bilmirəm, indi özünüz baxarsınız, mən corner tərəfinə girməyəcəm bunu. Analiz eləməmişəm açığı. Amma Sittard bilirəm ki, corneri yaxşı oynayır. Feyenoord cinahlara girməyə imkan verərmi və s. və axır. Bunları siz özünüz analiz edərsiniz. Nakpreda Feyenoord oyunun əmsallarıdır. 0-0. Bir dənə 0-1 çıxır başqa liqadan. Mən deyirəm dostlar, 3-6, 1.58 əmsaldır. 3-5-6, 1.37-dir. Mən bu oyundan Sittard'a görə, mən bu oyunu partlayacağını gözləmirəm. Hə, Sittard bəzən belə 60 plus oynaya bilir, amma biraz ehtiyat edirəm dostlar. Ona görə də 3-6, 1.58 əmsaldır. Üçüncü top olsa, dördüncü olmasa 1 əmsalla hesablanacaq. Monaco Marseille, hə, bu Mislidə var bu əmsal, yəni 3-6 falan, birinci isə 1-3, belə şeylər var, o yaxşıdır. Etopazda yoxdur. Monaco Marseille oyunundan isə dostlar, çıxan hesabları sizə deyəcəm. Bu Marseille Lyon bu il oynayıb bu əmsallardan 3-2 yaraşar bu oyuna. Bir dənə də 3-0 çıxdı, bir dənə də 1-1 çıxdı. Belə 3-2 bu ilin oyunudur, özü Marseille'in oyunudur, düzdür. Biz sanız oyunda o 0-0 oldu. Mən getdim, yatdım, səhər durub baxıram 5 top olub oyunda. Metrikalardan da önə nə atırlar? Deyirlər ki, qardaş, Monaco son 6 ev oyununda 5.17 gol aralığı ilə oynayıb oyunlarda. Özü yox, ümumiyyətlə oyunlarda. Deyirəm abi, ataq burada, qolları ortalığa 1.40 əmsaldır. Kim vurur Allah işini avand eləsin? Kim vurur işini Allah avand eləsin? Inter Cagliari. Interdə, burada müzakirə olunası oyun budur əslində. Bu bir də Arsenal'ın oyunu. Hansı beynindən çıxacaqlar oyuna? Hər şey bitibmi? Yox. Liverpool da orada bitirmişdi də, rahat gəlmişdi evinə. PSG gəldi, xoruzunu verdi qoltuğuna. İndi sözümün canı, Bavariyanın bugün Dortmunddan oyunu var. Interdə Giuseppe Meazza oyunu güclü bir averajdan daşıdı. Fikri yenə də o oyunda ola bilər ki, Bavariya vurub qapansa nə olacaq? Məsələn, Dortmunddan oyuna Bavariya biraz rahat çıxa bilər ki, abi, xal ehtiyatımız var Bundesligada. Interlə oyuna fikirləşək. Ona görə də deyirəm ki, dostlar, təhlükəli oyundur. Inter 6 ev oyunundan cəmi birində qapısını toxunulmaz saxlayıb. Cagliari vurar, götürmək olarmı? Cagliari necə təhlükəli komanda, siz məndən yaxşı bilirsiniz. Biraz da Interin beyni orada ola bilər deyə. Amma Interə də burada da çempionluq lazımdır. Hər iki oyuna kontrollu çıxa bilər. Ona görə qəribə oyundur. Yüksək əmsal, yəni kifayət qədər əslində optimalların arasında yaxşı bir əmsal götürmək istəyiriksə, oynayarsınızmı bilmirəm. 2 fora verək Cagliariyə utsun, olsun 1.72 əmsal. Çünki Inter burada ekonom rejimdə oynayacaq. Bavariyanın oyunu fikirləşərək. Amma eyni zamanda da udmalıdır, Napoli çeynindədir. Belə. Arsenal Brentford oyununda Thomas Frank'ın Arsenal'a qarşı çox pis bir statistikası var. Şəxsi statistikası. Amma Arsenal da bu Bavariyanın oyuncuları da deyir, Real'ın da oyuncuları deyir ki, Lucas Vazquez də eyni şey dedi, Bellingham deyir ki, hər şey bitməyib və s. və axırda. Əslində haqlıdırlar ya, haradasa. İnandırıcı görünməsə belə, çünki Arsenal da orada qapana bilir, yaxşıca qapana bilir belə oyunlarda. Yəni Real'la oyunu nəzərdə tuturam da. İndi onun da fikri oyunda olacaq ki, o üstünlüyünü qorusun, mərhələni keçsin, böyük bir avantajı əldən versə, mənim daha sözüm yoxdur. Burada biraz evində, müdafiədəki o boşluqlar və s. biraz da Brentfordda yola verək. Beyni ilə çıxsa, məncə Brentfordun bir qolu 1.43 yaxşıdır, götürmək olar. Yəni, Brentfordun hücumuna, Brentforda mən həmişə güvənmişəm, bilirsiniz. Bu arada sizə bir şey deyim, kesin də bir qrupa da yazdım. Brentford-Chelsea oyundan məndə 0-0 çıxırdı, 0-0-a qorxdum oynamağa. Gəldi oyun 0-0 tutardı. Yaxşı ki, oyuna dəyməmişdim, yadcada heç oyuna toxunmamışdım. Brentfordun bir topu 1.43-dür. Bütün hər şeyi nəzərə alaraq, mən yenə də futbol üzərindən getdim burada. Thomas Frank'ın hücum xətti, hətta Norgarddan önə daha yaxşıdır. Məncə bir əks hücumda qəşşəkcə sallaya bilərlər bir dənəsini. Arsenal'ın da 2 topu burada normaldır. Bilmirəm, ağlıca batırsa, Arsenal hansı rejimdə oynayacaq, bilmirəm.
Leganes Barsa. Birinci hissə 1.500. 1.84 əmsaldır. Bir top var bu oyunda. Birinci hissədə əmsal yoxdur. Heç bir üstün əmsalı yoxdur. 1.500, 1.84 əmsaldır. Oyun tayından asılışa bilər. Çünki Barsa işi bitirib Dortmunda rahat beyindən gedəcək. Bura köklənəcək. Leganes də evində oynayan komandadır. Olsun. Yəni birinci hissə 1.500 qəşəng bir oyun gözləyir bizi məncə. Oyundan gözləntim 2.500 ən azıdır. Təbii ki, Barsanın qələbəsi ilə. Belə dostlar, Allaha əmanət olun, uğurlar, türklər falan hamısı bizsiz də bitirərlər bu işi. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə. Bir daha xoş sözlərinə görə təşəkkür edirəm. Allah amanında.